Aşağıdakı cümlədə vergülə qədərki hissədə hansı nitq hissələri işlənmişdir? Mən nə qədər qoca olsam, dəyərəm min cavana. Vergülə qədərki hissə nədir? Mən nə qədər qoca olsam. Elə deyilmi? Bu hissələrin nitq hissələrini istəyir. Mən nədir? Əvəzlikdir. Nə qədər nədir? Sual əvəzliyidir. Qoca olmaq nədir? İkisi birlikdə mürəkkəb feildir. Bəzən şagirdlər çaşır, qocanı, sifət, olmağı burada feil götürür. Amma biz bilirik ki, olmaq feilinə digər hissələri qoşulmaqla mürəkkəb feil yaranır. Ona görə qoca olmağı birlikdə mürəkkəb feil götürürük. Bəli. Yanında olmaq, etmək, eləmək varsa, digər hissələri bura qoşulubdursa, bu mürəkkəb feildir. Ona görə tələbə olmaq, dost olmaq, qoca olmaq, cavan olmaq, bunlar mürəkkəb feildir. Sən bunlara ayrıqda sifət feil deyəməzsən. Oldu mu? Ona görə də nə olacaq? Əvəzlik, feil. Yəni, bəli, D variantı.